Kimsə sənə söz deyib, incidib, həyatda da adam incidirlər. Belə söz deyirlər 7 qatından keçir hərdən. Yandırır adamı içərdən. Yandırır, deyir ki, istəyirən ki, eybi yoxdur. Özdə bizə çox deyirlər, bizim hər sözümüzə bir söz qoşub deyirlər. Adam baxır, hərdən gözü dolur. Amma deyir, gözün dolmasın, o qədər narahat olma. Keçir, onu səbirlə keçir. Sonra feyzi gələcək, ləzzəti gələcək, o səbrin. Başınıza bir çətinlik gələndə bu ayəni təkrar edin. İnnəllâhə yuhibbus sabirin. Allah səbr edənləri sevir. Dünyada ikən kim səbr edib mükafat almayıb? Kim səbr edib qarşılıq almayıb? Allah bəndəsinin aşiqi deyə başa düşürsünüz, aşiqi. Eşqinin zərrə-zərrəsindən vücudunun zərrə-zərrəsini yaradıb. Eşqi ilə xəmirini yoğurub. Allah cavabsız qoymur. Dünyada səbr eləyənlərə elə mükafat verir ki, özləri bilir Allah var.